Bugün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi ateşə tutmuşdur. Bəzi torpaqlarımız işğaldan azad olunub. Gözümüz aydın olsun. Bir il bundan əvvəl Qarabağ Ermənistandır və nöqtə deməklə bütün danışıqlar prosesinə zərbə vurdu. Onu mənasız etdi. Danışıqlar formatını dəyişdirmə cəhdləri, qondarma, oyuncaq, xunta rejimi ilə Azərbaycan danışıqlar aparmalıdır sözləri tamamilə danışıqlar prosesinə ziddir. Azərbaycan əhalisi qan görəndə qorxmuyor, qan görəndə nabarat qızışıyor. Cənab Ali Başkomandan, biz söz veririk ki, bütün işgal olunmuş torpaqlarımızda üçrəngli bayrağımız dalgalanacaq. Döyüşdən, son savaşdan, oddan, sudan, dağdan, daşdan, qanlan keçid. Bugün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun 9 kəndi işğaldan azad edildi. Qələbəyə gedən yollar. Möhtərəm Cənab Prezident, Cənab Ali Başkomandan, əmrinizə uyğun olaraq mərc edirəm ki, Müdafiənin körpüsü və ərazisi işğaldan azad edilmiştir. Heç kimdən dünyada çəkinmək lazımdır. Biz bu dünyada bir dəfə yaşayırıq. Eşidirsiniz bu gürültünü. Vermənin tükündürkünü. Düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikaları ilə bağlı məlumatı əziz xalqıma çatdırıram. Düşmənin 3 TOR zenit raket kompleksi məhv edilib. 40-a yaxın ASA zenit raket kompleksi məhv edilib. 5 KUP və KRUK zenit raket kompleksi məhv edilib. 6 pilotsuz uçuş aparatı, 2 əməliyyat taktiki raket kompleksi Elbrus, 1 balistik raket, 1 .U raketi, 8 radioelektron mübarizə vasitəsi məhv edilib. Biz düşmənin hərbi texnikasını bundan sonra da məhv edəcəyik. Olan qalan da məhv ediləcək. Möhtərəm Cənab Prezident, Cənab Ali Başkomandan, əmrinizə uyğun olaraq mərc edirəm ki, Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad olunmuşdur. Böyük qürurisi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir. Qara Yusifi terrorundan 24 saatı ötməmiş Bərdənin şəhər mərkəzi raketlərlə vuruldu və çox sayda vətəndaşımız həyatını itirdi. Biz qorxmuruq. Onlar ateş açırlar və biz bu gün də öz cəsarətimizi, xalqımızla həmrəyliyimizi bir daha da onlara nümayiş etdiririk ki, beynəlxalq ictimaiyyətin gözü qarşısında biz Bərdədəyik bu gündən və bundan sonra da Tərtər şəhərinə gedəcəyik ki, bu cinayəti beynəlxalq ictimaiyyətin də diqqətinə çatdıraq. Kırmızı çizgilerimiz aşıldığında da hiç kimse kusura bakmasın, babamızın oğlu olsa gözümüz görmez. Əziz həmvətənlər, böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi. Bugün Ermənistan-Azərbaycan Dağlı Qarabağ münaqişəsinə son qoyulur. Благодарю вас, Михаил Владимирович. Спасибо большое, Владимир Владимирович. Желаю всего самого доброго всем людям, всем народам, которые проживают на этих территориях. Böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır.